Salam əziz Salman və Əli bəy. Xoş gördük sizi. Xoş gününüz olsun. Biz də sizi xoş gördük. Uzun zamandır görüşmürük. Necəsiz? Təki siz yaxşı olasınız, biz yaxşıyıq. Həqiqətən uzun zaman oldu. Uzun zaman deyəndə ki, zaman indi o qədər surətlənib ki, heç hardan gəlir, hara gedir bilinmir. Eynən. Yəni həqiqətən elədir. Bu ilə bağlı özdə şeylər də var, teorilər də var. Deyilənə görə dünya rezonansı ilə zaman sıxılıb. Hə, zaman sıxılıb. 24 saat deyil artıq bir gün 17 16 saat olub. Elə bir şey falan olub. Nəsə, yəni ona görə o qədər də böyük zaman keçməyib. Mən elə bilirəm ki, məsələn dünən idi mənim 17 yaşım vardı Salman. Siz necəsiz? Çox sağ olun. Bu zaman axırında sizdə necə olub? Nə sual? Suallar varmı? Suallar, bəli. Çox maraqlı, gözəl suallar var. Nə gözəl. Onları ünvanlamaq istəyirəm. Hazırsınızsa? Ünvanlı suallardır bu, başa düşmədim. Bəli, ünvanlı suallardır. Yəni konkret suallardır da. Bəli, bir çox izləyicilərimizdən sizə ünvanlanan suallardır. Olsun, nə gözəl. Əsas odur ki, izləyicilərimiz izləyir və sual yönəldirlər. Bu bizim üçün gözəl xəbərdir. Biz hər zaman hazırıq. Çünki bu elə bir şeydir ki, burada zaten hazırlığa ehtiyac yoxdur. Buyurub başlaya bilərsiniz. Başlayaq suallara. Elə birinci sualımı istəyirəm gündəm olan bir mövzudan açım. Buyur. Epstein mövzusuna sizin fikirlərinizi bilmək istəyərdim. Epstein mövzusuna bizim fikirlərimiz. Ümumiyyətlə bu mövzu barəsində danışmağı mən xoşlamıram. Çünki mənim demirəm belədir. Mənim belə bir məntiqim var ki, bir şeyin adını təkrarlamaq zikr kimi bir şeydir. Və o çəkdiyiniz ad artıq mundar işlərin pikini gördüyünə görə o adın təkrarlanması mənim xoşuma gəlmir. Ona görə buna Einstein deyək. Gəl Einstein deyək. Einstein deyək və Necə sizə üzülək həm də son 100 ildə Einsteinin adını gətirib dünyada bir zirvəyə çatdırması ilə gətirdi bu Stein. Belə elədir? Bəli. Yəni bu həm də Einsteini gözdən saldı da. Başqa Stein olardı da. Hə? Hər kəs o mövzunun belə deyək də beldən aşağı tərəfi ilə danışır. Gəlin biz də o mövzuda toxunaq, o tərəfindən danışaq. Əslində hal-hazırda dünyamıza baxanda ən böyük səhvi həqiqətən valideynlər edir. Mən özüm də bir valideynəm. Mənim 2 dənə qız övladım var. Maşallah. Allah bütün balaları saxlasın. Hər bir ata kimi mən də övladlarıma paltar alıram, nə bilim, əyin-baş alıram. Mövzu tək Azərbaycandan getmir. Mən Türkiyədə də oluram, Qazaxıstanda da olmuşam, nəsə də olmuşam, digər ölkələrdə olmuşam və hər ölkəyə getdiyim ölkələrdən uşaqlara hədiyyə almaq istəyirəm. Mən uşaqlara normal geyinəcək paltar tapa bilmirəm. Mən uşaqlarımı şirin göstərəcək paltar tapa bilmirəm. Yəni bu qəsdən dünyada yayılmış bir şeydir. Onu da belə viral olub dünyada. Balaca Qəsd uşaqlara böyük insan paltarları geyindirmək və böyük insanlara da balaca uşaq paltarı geyindirmək. Ayıb olsun. Buradan Avropaya səslənirik. Ayıb olsun. Bu sənədlərin hamısını yığışdırın. Həqiqətən birinci özümüzə dönək. Övladlarımıza nə edirik biz? Övladlarımıza nə geyindiririk? Nəyi aşılayırıq? Nəyi belə deyək də dayaz göstərməyə çalışırıq. Əslində bunlar dayaz mövzular deyil, bunlar dərin mövzulardır. Bunlar hamısı özəl mövzulardır. Uşaqların uşaq paltarı olmalıdır. Uşaqların uşaq əyləncəsi olmalıdır. O günlərim TikTok sosial şəbəkəsində mənim qabağıma bir dənə video çıxıb. Hay, Einsteinin başını buraxın, özümüzə qaydaq bir baxaq gör nə baş verir. Balaca uşaqdır, maksimum 13 yaşı var, qız uşağıdır. Qardaşım, geyindiriblər paltarı əyninə, çiyinə açıq, belə nəsə də çıxardıblar səhnəyə, üzr istəyirəm, oynadırlar və hər böyüklər yığışıb başına əl çalır hər kəs. Bunu əyləncə kimi görürlər. Sonra Einsteinlə danışırlar. Baxmaqla görmək, onu indi biz danışanda belə dedik, baxmaqla görmək ayrı bir şeydir axı. Tamamilə ayrı bir şey. İnsanlar daha çox baxırlar. Sadəcə heç baxdıqları yerində nə olduğunu bilmirlər. Gördüklərini də görə bilmirlər. Çox qəribə bir şeydir. Bəli. Bax, o insanlar əslində baxırlar, övladlarına baxırlar, amma görmürlər. Onlar onu görsələr ki, bu onu hara aparır.
İndi bilirəm bizi buna görə daşlayacaqlar bəzi valideynlər. Qoy daşlasınlar. Bu mənim şəxsi fikrimdir. Mən demirəm bu qanundur. Yo, valideyn olmaq. Mən burada öz fikrimi də danışıram ki, mənim fikrimdir. Yəni mənim üçün bu xoş deyil. Yəni digər o mövzulardan danışmaqdansa Einsteinlə falan özümüzə dönəyin, özümüzə baxaq, bir özümüz hər şeyi bizə nədənsə görə cəmiyyətimizi özümüz düzəltməliyik. Özümüzü bu qanunları, bu xırda qanunu, hər şey onsuz da xırda şeydən başlayır da. O kəpənək effekti deyirlər də, yəni sənin uşağa bu günlərin böyük paltar geyindirməyin kəpənək effektidir. Bu gün balaca külək yaradır, amma o dalğa külək getdikcə böyüyüb hardasa uraqana çevrilir. Buna kəpənək effekti deyirlər. Filmi də var. Hal-hazırda sizin kiminsə övladını o cürünə geyindirib ondan zövq alması əmin olun ki, uşağın həyatında kəpənək effekti verir. Yəni sözümün mən tərəfdən canı budur ki, özümüzə dönəyin. Öz dünya ölkəmizdə olan Einsteinləri birinci kəsəyin, ifşa eləyəyin. Bu səhnələrdən, bu efirlərdən, bu azğınlaşmış restoranlardan yığışdırağın. Hər kəs övladına düzgün geyim alsın. Valla düzələcək. Yekun olaraq demək istədiyim odur ki, yəni bayaq da vurğuladım. Əli bəy də mənimlə eyni fikirdəyik ki, birinci buraxın bu Einsteinlərin başını, o mundar insanların adını zikr eləməyin başını buraxın. Dönün hər kəs özünə, öz ölkəmizə, öz cəmiyyətimizə, hər kəs öz ailəsindən düzəltməyə başlayandan sonra Einstein qorxusuna ehtiyac qalmayacaq. Yəni həm də o Einstein məsələsi. Yəni demək istəyirsiniz ki, pedofilizmi özləri də bilmədən mi yaradırlar? Xeyr. Bilərəkdən və istəyərəkdən yaradılır. Yox, qudurğanlıqdan yaranır bu. Həm indi o sənin öz baxış açındır məncə, amma bilərəkdən və istəyərəkdən yaradılır. Ümumiyyətcə bu insanların, yenə deyirəm də, onun heç bir maddiyyətə ehtiyacı olmayan adamlar eləyirlər onu. Bizə burada ikinci bir faktor da var da. İndi mən orada o mövzunu açmaq istəmirəm. Mən demək istəyirəm ki, siz orada şeytan faktoru var. Başa düşdün? Orada iblisə xidmət var. Bəli, Allaha xidmət edən insanlar var, iblisə xidmət edən insanlar var. Mövzunu açmaq istəsə gəlin açaq. Bəsitdir. İblisə xidmət edən insanlar var. Sadəcə dünyada bu dəqiqə kütlə olaraq bir knopkaya basılıb, bir düyməyə basılıb ki, iblisə xidmət getməlidir. Ona görə uşaqların belə deyək də formaları dəyişdirilir. Yəni bunlar gənc qızlara feminizm yeridilir, oğlanlara geylik yeridilir. Nə bilim, məktəblərdə başqa şey təbliğ olunur, universitetlərdə başqa şey təbliğ olunur, reklamlarda başqa şey təbliğ olunur, filmlərdə, Netflixdə, hər yerdə sırf sanki bir düyməyə basılmış kimi dövr eləyir də bu belə. İblisə xidmət dövrü başlayıb. İblisə xidmət eləməyin. O kütləyə qoşulmuyor. İndi çox üzr istəyirəm, bir də belə bir şey var. Yaxşı bir yerə gəldin. Necə ki, tarix boyu torpaq qan istəyib, qan içib, ona görə qoyun qurban kəsilib, İsmail yox, qoyunu qurban verdilər ki, insan qurban getməsin, qoyun qurban olsun. Amma yenə də torpaq o qanı, o şərabı, qan şərabını sovurdu, özünə çəkdi. Və bu azğınlaşmış insanlar da uşaq qanı içib vampirdirlər. Bunlar da biraz da vampirdirlər. Hələ də mən inanmaq istəmirəm əslində bu baş verənlərin, necə deyim, yalan olmasına inanmaq istəyirəm, şər böhtan olmasına inanmaq istəyirəm. Onların gerçək olmasına əslində mən inanmaq istəmirəm. Durdu getdi də bu. Keçirəm sizə ikinci sualımı ünvanlamaq istəyirəm. Buyurun. Qadın və kişi mövzusunda istəyirəm bir sual verim. Qadın və kişinin gücü nədir? Ümumiyyətlə, sizin bu mövzuya münasibətinizi bilmək istəyərdim. Qadın və kişi gücü. Bizdə hərənin öz fikri var. İcazə verirsəsə Əli bəy qardaşım, mən bu barədə biraz danışmaq istəyirəm. Buyurun. Mənə görə, yenə də, mənə görə qadın və kişi gücü deyilən bir şey, yenə də o bayaqdan danışdığımız Einstein var idi. Bax, onun kimilərinin başqa qolunun iblisə xidməti deməkdir. Niyə? Qadın və kişi bölgüsünü yaratmaq insanları parçalamaq deməkdir. Qadın və kişi deyilən bir şey yoxdur. İnsan deyilən bir şey var. Hamımız insanıq. Qadın da insandır, kişi də insandır. Bölgü yaranırsa, insandan sonra qadın və kişi bölgüsündən öndə gələn bir bölgü var. Yaxşı insan,
pis insan. Bitdi, qurtardı. Yəni bu dünyada həm yaxşı insan var, həm pis insan var. Qadın kişi bölgüsünü tamamilə buraxın kənara. Qadınların da içində güclü qadınlar var. Kişilərin də içində güclü kişilər var. Qadınların da içində satqını var. Kişilərin də içində satqını var. Bunu dünyada nə statistikasını tutmaq olar ki, kim çoxdur, kim azdır. Nə də hesablamaq olar. Başa düşürsüz? Siz qadından soruşsam, həyatınızda o qədər mənə sizə məsəl üçün zərbə vurmuş kişilərdən danışa bilərsiniz ki, məndən də soruşsanız o qədər xanımlardan danışa bilərəm. Sözünə qüvvət olaraq buradan elə yayımlamaq istəyirəm ki, 12 aprel Bəli. Adamlar və Qadınlar adlı stand-up show-ma. Həqiqətən təsadüf deyil. Tamaşaya. Bu mükəmməl oldu da, üst-üstə düşdü sualla. Tamaşada bunu belə deyim də, xırdalayacağam. Həm gülməli yerini, həm ağlamalı yerini. 12 apreldə gözləyirəm. Mütləq Sənətsevərləri. Harda olacaq, onu da vurğula. Mahnı teatrında olacaq. Əla, mükəmməl. Gələrsiniz, orada adamı, qadını bir başqa cür xırdalayacağam. Amma indi burada bir dənə bir məsələ var. Son dövrlərdəki Marvel filmləri yayıldı. Bu hər adamın bir gücü. Doğrudan da var. Bu ruhani, Bəli. ruhanidir, zehnidir və ruhanidir, məqamlardır. Qadın həqiqətən də bir gücdür. Doğrudan da gücdür. Zərifliyindədir onun gücü. Qadının gücü onun zərifliyindədir. Bəli. Qadın böyük qüvvədir. Qadın çox böyük qüvvədir. O qədər böyük qüvvədir ki, bir cümləsi ilə səni əsəbləşdirib aləmi qatdırar bir-birinə, xəbərin olmaz. Amma bir Kimi cümləsi ilə də aləmi birləşdirib səni xoşbəxt edib Gülüstan edər. dünyanı verə bilər. Güllük gülistan edər. Hə. Qadını güclü eləyən bilirsən nədir? Qadın güclü olmaq istəyirsə düzgün durduğu yeri bilməlidir. Qadın güclü olduğu yeri bilməlidir. Elə qadın var ki, evdə güclüdür. Elə qadın var ki, işdə güclüdür. Yo, o missiyadır. O dünyada Yox, hər yox, öz başqa şeydən missiyasını danışıram. tapmalıdır. Ümumiyyətlə başqa şeydən. Bir dəqiqə mod Yox, düşür. hər- Alfa qadın deyirlər də. Alfa qadın, alfa qadın. Mən alfa qadınam. Feministlərin bir dəqiqə partlatdığı ən böyük sözdür ki, alfa qadın. Alfa qadın bilirsiniz kimdir? Alfa sözü qurddan gəlir. Alfa qurdlar. Meşənin ən böyük canavarlarıdır bunlar. Və sürünün başında Yalquzaqlarsa. alfa canavar gedir, erkək canavar və onun bir dənə dişisi olur. Ona da alfa dişi canavar deyirlər. Bax sizi dinlədiniz, alfa oradan gəlir. Bəli. Amma alfa canavar bilirsiniz nə edir? Nə üçündür? Döyüş vaxtı öz erkəyinə yaxınlaşır və öz boynunu erkəyinin boynunun altına verir. Çünki canavarlar döyüşəndə boynundan yapışırlar. Yəni özünü Fəda. ailəsinə, sürüsünə qorumaq üçün fəda edir. Bax, alfa qadın budur. Amma indi belədir. Bax canavar onu bilə-bilə eləmir. Əlbəttə Tanrı ki- canavarı yaradıb ki, bir dənə bunlara bax gör bunlar nə edir? Sən bəlkə onu şuurlu şəkildə eləyə bildin. Son 100 Orasına zoom ildə, verərsən. son 100 ildə adamlarla qadın necə oldu? Son 100 ildə adamlar tənbəlləşdilər. Üzr istəyirəm, bir dənə söz deyə bilərəm. Hə, bayaqdan Səni danışırsan- öldürəcəklər adamlar və qadınlar Bayaqdan sözünə görə. Onu danışırsan- deyim sən, qadınlar deyəcək ki, biz adam deyilik. Bax, Mən sənə izah bunu edəcəm də söyləyirəm. səhnədə Hə. ki, Sən burada da izah əlbəttə, ver, yoxsa öldürəcəklər Adam səni. ayrıdır, qadın Kommentlərdə ayrıdır. dağıdacaqlar, mən sənə deyim. Adam ayrı şeydir, qadın ayrı şey. Gəl bunu araya salmayaq gülüm. Başlayır şeir deməyə də. Biliyordu ki, adamın da gücü, adamın qadının gücü hardaydı? Son 100 ildə tənbəlliyində Bəli. adamlar tənbəlləşdi. Qadınlar daha da belə deyim, çevik olmağa başladılar. O da necə oldu? Adamları yer kürəsində fikir apardı. Bəli. Necə olacaq, nətər olacaq, ailə, məişət, dünya, iqtisadiyyat. Amma qadın daha çox torpağa yaxındır. Ona görə qadın simvolik olaraq elə torpaqdır. Adam toxumdur. Ona görə qadın torpaq, toxumu seçir. Bu indi biraz uzun söhbətlərdir, amma Gözəldir, mahiyyət gözəldir. etibarı ilə, yəni qadın mahiyyətini başa düşmək üçün torpağı anlamalıdır. Torpağı anlamalıdır. Torpağı anlamayınca bilməyəcək. Adam da mahiyyətini başa düşmək üçün toxum anlayışını anlamalıdır. Nəysə də, ümumi, amma yenə də belə
Pis sual deyildi bu, sual. Gözəl sualdır və hətta mübahisə də eləyə bildik. Yəni yaxşı. bunu qısaldıb cavab verəsi olsaq, Əlibəy öz sözünü dedi. Mənim də öz sözüm odur ki, yəni qadın güclüdür, çox güclüdür. Kişi də güclüdür. Qadın kişini bölməyə lazım deyil. İnsanı bölməyə lazım. Pis insan, yaxşı insan. O ki, qadının güclü olduğu düzgün yeri seçməlidir. Qadın bilməlidir ki, harda mən güclü olacağam.